Cəbrayıl şəhərində həyat yenidən öz axarına qayıdır. Çörək bişirilmə məntəqələri kimi fəaliyyət göstərən iş yerləri şəhərdə əhalinin gündəlik tələbatının ödənilməsinə xidmət etməklə yanaşı, həm də sosial-iqtisadi canlanmaya və məşğulluğun artmasına mühüm töhfə verir. Hazırlanan hər bir çörəyin isti qoxusunda isə həm zəhmət, həm də böyük qayıdışın təravəti var. Daha ətraflı xüsusi müxbirimiz Habil Aslanoğlu'nun göndərdiyi video materialda izləyək. İşğaldan azad edildikdən sonra Cəbrayıl şəhərində həyatın müxtəlif sahələrində olduğu kimi gündəlik təminat məsələlərində də mühüm canlanma müşahidə olunur. Dirçəlişin ən bariz nümunələrindən biri də şəhərdə fəaliyyətə başlayan çörək bişirmə məntəqəsidir. Bu həm əhalinin tələbatını ödəyir, həm də şəhərdə həyatın tədricən normallaşdığını göstərir. Ziyəddin Mustafayev də ailəsinin uzun illərdir məşğul olduğu çörəkçilik sənətini doğma yurdunda davam etdirir. Uzundur kiloluq var. Xırtlı çörəyimiz var, kvadrat çörəyimiz var, yumruq çörək burada var belə, uzunluq belə çörəklərimiz var belə. Biraz şirniyyət də pişiririk, sonra təzəli gələcək Allah qoşu artıracaq belə. Bu var belə, qoğalımız var, şəkəmiz var belə, qoz var, yuxamız var belə, kənd yuxasımız alır. Cəmaət millət necə istəyir onun tələbatlarını təmin etmək üçün əlimizdən gələnlər əlləşdirir. Cəbrayıl şəhərində çörək bişirilməsi kimi sadə görünən bu proses əslində böyük bərpa və quruculuq prosesinin tərkib hissəsinə çevrilir. İnsanların gündəlik fəaliyyəti doğma torpaqlara qayıdışı daha da möhkəmləndirir. Çörək pişməyə əlbəttə ki, müəllimimdən öyrənmişəm. Allah ondan da razı olsun. İşə götürdü, bizi burada işlə də o təmin elədi. Ona çox-çox minnətdarlığımı bildirirəm. Dövlət Məşğulluq Agentliyindən bildirildi ki, indiyədək azad edilən ərazilərdə məskunlaşan 33 mindən çox vətəndaş arasında əmək qabiliyyəti yaşda olan 9966 nəfərin məşğulluğu təmin olunub. Həmin ərazilərdə 7334 şəxs vakansiyalar üzrə işlə, 844 vətəndaş isə özünü məşğulluq proqramı çərçivəsində müxtəlif əmlaklarla təmin edilib. Peşə hazırlığı istiqamətində də işlər görülür. Belə ki, 455 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. İşğaldan azad olunmuş ərazilərdə 2 regional məşğulluq filialı və 5 xidmət şöbəsi ilə vətəndaşlara xidmət göstəririk. Ümumilikdə xidmətlər bir neçə istiqamətdə prioritetləşdirilir. Bunlardan ən vacib vakansiyalar üzrə işə düzəltmə, özünə məşğulluq proqramı çərçivəsində vətəndaşların əmlaklarla təmin olunması, peşə istiqamətində peşə yönümlü məsləhət xidmətləri verilməsi, həmçinin vətəndaşlara kvalifikasiyaların verilməsi, istiqamətində peşə hazırlığına cəlb olunmalar üzrə işlər görülməkdədir. İşə götürənlərlə isə dəyirmi masalar, əmək yarmarkaları və birgə maliyyələşmə proqramları keçirilməkdədir. Bu kimi fəaliyyətlər azad olunan ərazilərdə həyatın davamlı inkişafına zəmin yaradır. Elə Cəbrayılda bərpa quruculuq işləri çərçivəsində müxtəlif müəssisələrin tikintisi həm ümumi iqtisadi inkişafımıza töhfə verəcək, həm də əhalinin məşğulluğunu təmin edəcək. Məsələn, Araz vadisi iqtisadi zonasının yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün əhəmiyyətli hadisədir.